beynəlxalq fənn olimpiadalarının və akademik yarışmaların müasir təhsil sistemindəki funksional və strateji roludur. Beynəlxalq olimpiadalar ilk növbədə istedadlı şagirdlərin elmi, intellektual potensialının ölçülməsi və inkişaf edilməsi baxımından mühüm mexanizmdir. Belə ki, UNESCO kimi beynəlxalq nüfuzlu təşkilatlar təhlilləri göstərir ki, bu cür yarışmalar iştirakçılarda analitik təfəkkürü, tənqidi düşüncəni, yargıcı və problem həll etmə və eyni zamanda elmi metodologiya üzrə bilik və bacarıqları əhəmiyyətli dərəcədə inkişaf etdirir. Təhsil sosiologiyası baxımından isə beynəlxalq olimpiadalar sosial mobilliyi artıran akademik nailiyyətlərlə yanaşı şagirdlərin özünə inamını, liderlik qabiliyyətini, qərar vermə bacarıqlarını və stimullaşdıran mühüm platformalardan biridir. Bu yarışlar eyni zamanda təhsilin beynəlmiləşməsinə töhfə verir, çünki onlar müxtəlif ölkələrdə olan iştirakçıları bir araya gətirir. Həm də bu eyni zamanda mədəniyyətlərarası dialoqa, şagird-tələbə mübadiləsinə gətirib çıxarır. Bu da həm Azərbaycanlı şagirdlərin inkişafı və eyni zamanda gələcəyimiz olan gənclərin daha potensialı olan inkişaf etməsinə gətirib çıxarır. Əldə edilmiş statistik göstəricilər göstərir ki, bu yarışlara əhəmiyyəti sübut edir ki, müxtəlif fənn olimpiadalarında iştirak edən şagirdlərin 70%-dən çoxu dünyanın ən nüfuzlu beynəlxalq universitetlərində təhsil alır və ya bunlar təqaüdlərlə müxtəlif formalarda qəbul qazanırlar. Bu, beynəlxalq olimpiadaların və akademik yarışların verdiyi ən böyük töhfələrdən biridir. Yəni, bir sözlə beynəlxalq olimpiadalar yarışmalar təkcə bilik yarışması deyil, həm də elmi potensialın inkişafı, şəxsiyyətin formalaşması, mədəniyyətlərarası inteqrasiya və təhsil siyasətinin strategiyasının hədəflərinə xidmət edən çox şaxəli alətdir. Bunu unutmamamız lazımdır. Və siz artıq ekranda da görürsünüz ki, beynəlxalq olimpiadalar və yarışmalar haqqında informasiyanı görəcəksiniz. Mən istəyirəm sizə beynəlxalq olimpiadalar və yarışmalar haqqında bunlar nədir, ümumiyyətlə beynəlxalq olimpiada nədir, beynəlxalq yarışmalar nədir, bunlar nə qədərdir dünyada, bu necə tənzimlənir, bu mövzuda sizə informasiya verərdim. Belə ki, bu sahədə mövcud olan yarışma və strukturlaşdırma və daha yaxşı anlamaq üçün onları biz 4 əsas kateqoriyaya ayırırıq və bunun da əsasını elmi və təşkilati baxımından çox faydalıdır və bunun quruluşu, onların bölgüsü, onların müxtəlif kateqoriyalarda yer almasına gətirib çıxarır. Bu təsnifat müxtəlif təhsil təşkilatlarının, məsələn, UNESCO-nun və digərlərinin təhlil modellərinin beynəlxalq olimpiada platformalarının rəsmi strukturuna əsaslanır. Diqqət etsək görək ki, birinci yerdə akademik nüfuzu və dövlətlərarası olimpiada bunu adlandıra bilərik. Akademik nüfuzu daha çox olan, bu nə deməkdir? İlk dəfə həmin fənn üzrə ilk dəfə yaranan, ən qədim yaranan olimpiadalardır ki, bunlar ən qədim tarixə malikdir və akademik nüfuzu çoxdur. Məsələn, bunu misal olaraq göstərə bilərik International Matematik Olimpiyat, IMO-nu göstərə bilərik, İŞO-nu göstərə bilərik. Eyni zamanda fizika, kimya, biologiya üzrə beynəlxalq fənn olimpiadalarını göstərə bilərik ki, bunlar çox nüfuzludur. Və bunların sayı 12-15 arasında dəyişir. Bunlardan biri də International Economics Olimpiyat, eyni zamanda keçən il COP müddətində də oldu, yəqin ki, informasiyanız var. COP-un da UNESCO tərəfindən dəstəklənən iqlimlə bağlı olimpiadası var ki, bu da həmin bu olimpiadalar sırasındadır. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu illəri bu akademik nüfuzu ən yaxşı səviyyədə olan olimpiadalardan biri International Economics Olimpiyat, Erik Maxim, Nobel mükafatçısı Erik Maxim tərəfindən yaratmış bu olimpiadanın finalı bu il Bakıdadır. Bu təhsil tariximiz üçün çox yaxşı bir xəbər və sevindirici xəbərdir. İyul ayının 20 və 29 tarixlərində Bakıda təşkil olunacaq beynəlxalq finalda 52-yə qədər ölkə iştirak edəcək və 52 ölkə müxtəlif universitetlərlə və eyni zamanda təhsil qurumlarının rəhbərliyi altında Azərbaycanda iştirak edirlər. Və çox sevindirici haldır ki, artıq bütün komandalar öz gəlişlərini təsdiq edirlər. 21 iyul tarixində Azərbaycanda rəsmi açılış mərasimi, eyni zamanda 28 iyulda isə qapanış mərasimi həyata keçiriləcək ki, bu da Azərbaycanın nüfuzunu daha da artıracaq. Çünki günü-gündən ölkəmiz iqtisadiyyat yönündə inkişaf edir və dünyanın ən məşhur iqtisadiyyat olan olimpiadası və dünyanın ən məşhur professorlarının iştirak edirlər. Bakıda olacaq bu final həqiqətən də çox əhəmiyyətlidir. Mən istərdim ki, bizim bu mövzuda danışarkən Azərbaycan milli komandası artıq seçilir. Bu möhtəbər tədbirdə Azərbaycanı təmsil edəcək 10 şagird, 2 komanda mübarizə aparacaq və bu haqda istəyərdim video çarxlarla diqqət edəcəyik. İndi eyni zamanda qeyd edim ki, birinci bu akademik nüfuzu daha yüksək olan olimpiadalarda iştirakçı sayı limitli sayda olur. Yəni 5 nəfər, 6 nəfər qapılar.
qatıla bilər. Bundan artıq şəxs qatıla bilməz. Çünki hamısı seçim mərhələləri əsasında olur və sonda 5 və 6 nəfər limitli sayda olur. Və adətən bunun ödəniş və digər məsələləri dövlət tərəfindən və yaxud da ki, həmin təşkilat tərəfindən, məsələn, biz burada rəsmi nümayəndə edirik neçəsini, onun ödənişi qarşıya tərəfindən, yəni uşaqlar heç bir əlavə ödəniş və s. almadan, ya dövlət tərəfindən, ya həmin təşkilat tərəfindən qarşılanır ki, bu da istedadlı şagirdlərin ərsəyə gəlməsi haqqındadır. Mən istərdim ki, video görüntümüzə baxaq, Azərbaycan milli komandasının seçim olub və onların dünya ölkələrinə bir səslənməsi var. Mümkünsə zəhmət olmasa videonu nümayiş etdirərdiniz. Bu tədbir Azərbaycan İnvestisiya Holding, 4SIM, Gənclər İdman Nazirliyinin, eyni zamanda Tədbir Kommunikasiya Mərkəzinin və digər qurum və təşkilatların dəstəyi ilə bir yerdə təşkil olunur. Bu birinci mərhələ olan beynəlxalq olimpiada və yarışmaları idi. İkinci növ beynəlxalq olimpiada və yarışmalar var ki, bunlar regional xarakterli daşıyır. Regional xarakterli nə deməkdir? Yəni, müəyyən coğrafi bölgədə yerləşən ölkələrin iştirakı ilə həyata keçir və təhsildə regional əməkdaşlığa təşviq edilir. Məsələn üçün, biz buna nümunə olaraq göstərə bilərik Balkan riyaziyyat yarışmasını, olimpiyadasını, Avropa Qızlar Riyaziyyat Olimpiyadasını, Asiya Sakit Okean İnformatika Olimpiyadasını, Asiya Fizika Olimpiyadasını, Asiya Riyaziyyat IIM, Asiya International Matematik Olimpiyadı, Afrikada keçirilən regional. Yəni, bunlar da sayı təqribən 12-15 ədəddir və bu olimpiyadalar isə sırf regional olaraq keçilir və həmin region əhatə edilir və eyni zamanda digər ölkələrdə kim istəsə şəxs olaraq qatıla bilər və burada iştirak edə bilər. Üçüncü kateqoriya isə, hörmətli valideynlər, artıq bu olimpiyadalar təhsil müəssisələri, fondlar və qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir. Şagirdlərə geniş imkan və müxtəlif fənlər üzrə seçim və qlobal səviyyədə əlaqələrin möhkəmləndirilməsini təklif edir və bu geniş imkan əsasında nümunə olaraq Hippo İngilis dili olimpiyadasını, Kopernikus olimpiyadasını, Türk International Matematik Olimpiyadı, International Math Challenge, Kopernikus olimpiyadasını, FISO beynəlxalq yarışmasını və digər beynəlxalq yarışmalara aid eləmək olar ki, bunlar özəl müəssisələr, beynəlxalq fondlar, universitetlər tərəfindən yaradılır. Bunlar artıq üçüncü kateqoriyaya aid edilir. Bu üçüncü kateqoriyada olanlar isə Dünya Bankı və digər beynəlxalq təşkilatlar tərəfindən hesabatlarında bu cür təcəssüm elətdirir özünü. Bu təşəbbüsü təhsildə inklüziv və fərdi istedadların aşkarlanması baxımından mühüm rol oynadığı qeyd olunur. Dördüncü kateqoriya isə artıq öz ölkəsində milli səviyyədə keçirilib, sonradan beynəlxalq formaya keçirilən beynəlxalq olimpiyadalar və yarışmalardır. Bura hansılar daxil? Bu, Amerika Birləşmiş Ştatları tərəfindən keçirilən OASNOVU, eyni zamanda Rusiya Təhsil Nazirliyi tərəfindən keçirilən Rusiyanın daxili fən olimpiyadalarında və digər ölkələri, bunlar artıq öz ölkələrindən çıxaraq digər ölkələrdə də bu iştirakçılar gəlir və bu artıq beynəlxalq səviyyədə almağa başlayır və belə olduğu təqdirdə biz də dördüncü kateqoriyaya aid eləyə bilərik. Və bu kateqoriyaların bir-birindən format, coğrafi və təşkilat modeli baxımından fərqlənsə də hamısının ortaq məqsədi var. Məqsədi məktəblərin elmi potensialını üzə çıxartmaq, onların qlobal təhsil mərkəzinin inteqrasiyasını etmək və elmi mədəniyyətə təşviq etməkdir. Təhsil üzrə beynəlxalq müqayisələrdə göstərir ki, məsələn, PISA-nın sənədlərində, digər qurumların sənədlərində göstərir ki, bu tipli yarışmalarda iştirak edən şagirdlərin universitet qəbulu faizi əhəmiyyətli dərəcədə artıq yüksəlir və yüksəlməkdədir. Ona görə də beynəlxalq olimpiyada sadəcə bir tədbir deyil, hörmətli media nümayəndələri və valideynlərimiz, təhsilin gələcəyinə elmi liderlərin formalaşması üçün bir sərmayədir. Burada qeyd elədiyim birinci yarışmalardan istəyirsə, digərləri hamısında, yəni kommersiya var, hər kəs ödəniş ödür, yəni birincilərdə də ödəniş ödür, sadəcə dövlət tərəfindən və digər valideynlər tərəfindən. Burada hər bir şey çox normal qaydada həyata keçirilir. Qeyd eləyək ki, bu ümumiyyətlə beynəlxalq yarışmalar və olimpiyadaların hər birində ödənişlər həyata keçirilir ki, şagirdlərin iştirakı və digər şeylər hamısı ödənilməlidir. Sadəcə burada bəzilərində valideyn öz övladı investisiya edir, bəzilərində qurumlar dəstək göstərir, bəzilərində isə yəni sponsorlar vasitəsilə bunlar həyata keçirilir. Misal üçün, mən bundan nümunə olaraq bu il başında keçiriləcək International Economics Olimpiyada bir nümunə gətirə bilərəm. Belə ki, məsələn, Dünya Bankı Bangladeş komandasına sponsorluq edir, onların gəlmə xərcini Bangladeş komandası ödür, bunu İO tərəfindən ödür.
deyil. Əlbəttə biz host ölkə olaraq bütün xərclərini Azərbaycan komandası olaraq biz qarşılayırıq. Çünki biz bunu Azərbaycanlı şagirdlərin inkişafı məqsədilə gətirmişik ki, Azərbaycanlı şagirdlər inkişaf eləsinlər. Beynəlxalq yarışmalarda biz Global Olimpiya Sentri olaraq beynəlxalq yarışmalar, müxtəlif beynəlxalq yarışma və olimpiadalar təşkil edir və bunun əsasında şagirdlərin çox böyük uğura nail olurlar. Mən istəyərdim ki, növbəti video çarpımızı göstərək, yəni balacadan böyüyə biz nə qazandırdıq? Bir buna bənzəyir. Ən azı sizin əlinizdə bir informasiya olacaq ki, burada dünyanın ən yaxşı universitetlərinə qəbul olan şagirdlərdən, əlbəttə bunlar bunun cüzi bir hissəsidir. Bunlardan videolar var, eyni zamanda Salam, mənim adım Cavit Mehdiyev və mən Global Olimpiya Center'in keçirdiyi Copernic FISO International Maths Challenge Asian International Mathematics Olympiad yarışlarına qatılmışam. Və bu il isə Hong Kong Universitetində full təqaüdlə qəbul almışam. Maraqlı bir fakt, mən universitetə qəbul olanda təqaüdə müraciət edəndə professorla danışıqda, professor Jin Zhao ilə. Professorun birinci sözü oldu ki, çox yaxşı ki, sən Copernic Olimpiadasında Global Roundda qızıl medal almışsan. Salam, mən Səmədov Sadiq, Global Olimpiya Center'in keçirdiyi olimpiadaların iştirakçısı olmuşam və Copernicus, FISO, FMO kimi yarışlarda layiqincə iştirak etmişəm. Hətta Copernicus'un New York'ta keçirilən Copernicus'un Riyaziyyat Olimpiadasında bürünc medal qazanmışam. Bu yaxınlarda dünyanın ən nüfuzlu universiteti olan Stanford Universitetinə qəbul olmuşam və bu yarışların, bu olimpiadaların köməyi öz qəbul prosesimdə çox olub. Salam, mən Novruz Əliyev. Mən keçən il sentyabr ayında təhsilimi xaricdə davam etdirməyə qərar verdim və mənim təhsilim ilə yanaşı, yəni xaricdə oxumağımı dəstəkləyən beynəlxalq olimpiadalar və yarışmalarda qazanacağım sertifikatlar lazım idi və çox gec olsa da mən Global Olimpiya Center'ində tanış oldum. Və demək olar ki, Global Olimpiya Center'in keçirdiyi bütün yerli mərhələlərdə iştirak etmişəm və şükür Allah hamısından da medal qazanmışam. Eyni zamanda Qətərin paytaxtı Doha şəhərində keçirilən WMTC Olimpiadası, yəni Dünya Riyaziyyat Çempionatına katıldım və fərdi şəkildə dünya ikincisi adına layiq oldum. Komanda şəklində isə top 30% kuboka qazandıq. Bu il aprel ayında Türkiyənin Antalya şəhərində keçirilən Antalya Matematik Olimpiadasına katıldım. Bürünc madalyasına layiq oldum və eyni zamanda Türk Dünyası Matematik Olimpiadasına katılaraq merit sertifikasına layiq oldum. Mənim bu beynəlxalq yarışmalar və olimpiadalarda qazandığım sertifikatlar məni Kamboca Universitetindən nə ki universitet, nə ki qəbul, eyni zamanda təqaüd qazandırdı. Və mən təhsilimi, yəni Türkiyə dövlətində davam etdirmək üçün Türkiyə burslarına başvurdum və mənim bu beynəlxalq sertifikatlarım mənə burs qazandırdı və məni mülaqata dəvət etdirdilər. Və çox təəssüflə qeyd etmək istərdim ki, mən Global Olimpiya Center'lə çox gec tanış oldum və mən inanıram ki, mənim əldə edə bilmədiyim sertifikatlar və medallar mənim davamçılarım, qardaşım və bacım Global Olimpiya Center'lərlə qazanacaqlar. Salam, mən Dərgah Quliyevəm. Bu il Şüari adına gimnaziyanın məzunu oldum və ADA Universitetinə qəbul oldum. Bu universitetə mən imtahandan kənar qəbul oldum. Bu da olimpiadaların sayəsində oldu. Ümumiyyətlə, olimpiada yoluna QOK və digər olimpiadalardan başlamışam. Eləcə də QOK-un olimpiadaları olan FMO-ya və TIMO-ya qlobal mərhələyə gedib medal tutmuşam.
Ondan başqa respublika turlarında bir çox digər IMC, IMF və digər olimpiadalarda da iştirak etmişəm və bu praktikamın köməyi ilə RFO-ya keçmişəm. Bu həqiqətən RFO-da da böyük bir təməl verdi mənə və həqiqətən digərlərinə nisbətən qalıqları daha rahatlıqla medal ala bildim. Bunun sayəsində Təhsil Nazirliyimizin verdiyi şəraitlə imtahandan kənar ADA Universitetinə qəbul ola bildim. Mən Əli Kəmal Həsən, 8-ci sinif şagirdiyəm. Mən Gənclik İstedadlı Liseyində oxuyuram. Global Olimpik Centerin IMEC, TIMO kimi olimpiadalarında iştirak eləmişəm. Hətta bir dəfə Türkiyədə də finalda iştirak eləmişəm. Hamısına qızıl götürmüşəm. Demək istəyirəm ki, bu olimpiadalar, indi iştirak etdiyim olimpiadalar, aldığım qızıl medallar mənim gələcəyim üçün çox böyük bir plusdur. Çünki hamısı portfolio yazırım və mən də xaricdə təhsil almaq istəyirəm. Hello everyone, my name is Junaid Gambarov. I'm 16 years old. I'm currently studying at 10th grade in ADA school, and I first met Global Olympic Center 2 years ago when I first started attending the Mathematical International Olympiads, and I'm still keeping on with this activity, and I've earned tons of medals, either gold, silver and bronze, and I participated in almost every single Olympiad that Global Olympic Center provided so far, among them the IMC International Mass Challenge, FMO, IMEC, USA Olympiad, Hippo Olympiad, Copernic Olympiad, and many others. Why do I participate in these Olympiads? Simply to identify my weaknesses and eliminate them as fast as possible. That's why I take participation not only in mathematical Olympiads, but also in physics Olympiads, in language Olympiads, English in particular. That's why I want to thank you, the Global Olympic Center, for this opportunity to enhance my portfolio for international universities admission. Thank you so much. Mən Ağbaşlı Məhəmməd Anaroğlu. Mən Global Olympic Center'la ilk tanışmam 2022 FISO beynəlxalq yarışmasında olub. Bundan sonra mən Global Olympic Center'ın təşkil elədiyi bütün yerli olimpiadalarda iştirak eləmişəm. Və bundan sonra bir neçə dənə başqa ölkələrdə təşkil olunan olimpiadalara da getmişəm. Fermat, TIMO 2024 və 2025 və FISO 2024 beynəlxalq yarışmasında da iştirak eləmişəm. Mən Global Olympic Center'a böyük təşəkkürlərimi bildirmək istəyirəm ki, onlar olmasaydı mən bəlkə də belə bir uğurlara nail olmayacaqdım. Mən Global Olympic Center'a 2022-ci ildən qatılmağa başlamışam və təxminən artıq 2-3 ildir ki, bu olimpiadalara qatılıram. Yerli turların bütün hamısına qoşulmuş sayılıram və finalda 4 dənə finala getmişəm. Keçən il FISO olimpiadasına qatıldım və oradan silver medal qazandım. Ondan sonra IMO, Asian International Math Olympiada qoşuldum və orada silver medal qazandım. Ondan başqa WNTC və bu il keçirilən FISO yarışmasına qatıldım. 2 fəndən, riyaziyyat və ingilis və ikisindən də dünya birincisi qazandım. Və düşünürəm ki, bu Global Olympic Center'a böyük təşəkkürlərimi bildirirəm ki, bizim kimi savadlı uşaqların, talantlı uşaqların ortaya çıxmasına kömək olurlar və gələcəkdə xaricdə oxumaqlarından böyük rolları var. Ömər Həsənov, mən Gənclik İstedadlı Liseyində oxuyuram. Mən Qokun çoxlu olimpiadalarına, yəni FISO, IMEC, Copernicus və digərləri. Mən ilk dəfə olimpiyadaya gedəndə FMO-da iştirak etmişdim. O 3-cü sinifdə, yəni 2021-ci ildə mən final turu Azərbaycanda keçirildiyinə görə mən də ona getmişdim. Birinci mərhələdən mən bürünc, finaldan da mən gümüş götürmüşdüm. Onda mənim motivasiyam qalxdı və mən Qokun olimpiyadalarına çox gəlməyə başladım və Qokun olimpiyadalarına gələndə çoxlu dostlar, çoxlu motivasiya və digər şeyləri qazandım. Mən Hürmət Kərbəliyev Vətən müharibəçi şəhidi Seyavuş Kərbəliyev oğluyam. 3 ildir ki, Global Olympic Center təşkil etdik ki, FISO, IMO, IMEC,
USA və Kopernik kimi bir sıra olimpiyadalarda iştirak etmiş və medallar qazanmışam. Biliyimin artmasına, rəqabət sistemin güclənməsinə və gələcəkdə təsirim üçün bu olimpiyadaların çox böyük təsiri var. Olimpiyadalarda mənə şəhər övladı kimi maddi və mənəvi təsir göstərən Qlobal Olimpik Centra təşəkkür edirəm və hər kəsə uğurlar arzulayıram. Salamlar, mən Atatürk Liseyinin 10-cu sinif şagirdi Ayxan Abbasdır. Bu il keçirilən FISO Olimpiyadasında yerli raundda bürünc medal, final turunda isə gümüş medal qazandım. Bundan başqa International Math Challenge Olimpiyadası və keçən ilin FISO-suna qoşulmuşdum. International Math Challenge Olimpiyadasında yerli raundda bürünc, Global raundda bürünc medal qazandım. Keçən ilin FISO-sunda isə yerli raundda qızıl, final turunda da qızıl qazanmışdım. Salam, mən 5-ci sinif şagirdi Orçzadə Ömər. Son 2 il ərzində Qlobal Olimpiyat Center tərəfindən keçirilən olimpiyadalarda iştirak etmişəm və 17 qızıl medal qazanmışam. Bu uğurlarım məndə böyük ruh yüksəkliyi, özgüvən və özünə inam hissi yaradıb. Eləcə də riyaziyyat fənninə olan marağım da artıb. Dəyərli media nümayəndələri, biz Qlobal Olimpik Center olaraq məqsədimiz Azərbaycanın təhsil strategiyasında olduğu kimi ölkəmizin istedadlı şagirdlərin tapılması, onların dünyaya çıxarılması yönündədir və biz çox istəyirik ki, Azərbaycan istedadlı şagirdlər daha çox ölkələrə tanısın. Belə ki, biz 2022-ci ildə yarandığımız gündən düşünün ki, artıq Azərbaycanlı şagirdlərin səsi Amerikadan gəlir, Avstraliyaya gedir, İngiltərəyə gedir və digər müxtəlif ölkələrə getməklə həm ölkəmizin bayrağını tanıtılır, eyni zamanda özünə inam və güvən qazanır. Bu ən böyük məsələdir. Və şagirdlər Azərbaycana qayıtdıqdan sonra artıq özlərinə müxtəlif hədəflər qoydular və bu hədəflərə çatma uğrunda mübarizə apardılar. Eyni zamanda biz Azərbaycan Respublikası Təhsil Nazirliyinin həyata keçirdiyi, təhsil institutlarında həyata keçirdiyi Respublika Fənn Olimpiyadası fənn müsabiqələrinin şagirdlərin kütləvi şəkildə qoşulması və onların bu yöndə daha da təşviq olunmasını tərəfdarıyıq ki, bu istedadlı şagirdlərin ortaya çıxmasına və eyni zamanda Azərbaycanın potensial istedadının ortaya çıxmasında böyük bir amildir. Bilirsiniz ki, bildirdiyim birinci akademik nüfuzu daha böyük olan olimpiyadalarda 5-6 nəfər iştirak edir. Amma bu günləri biz buna alternativ olaraq digər istedadlı şagirdlərin ərsəyə çıxması üçün varıq ki, bu alternativlərlə digər şagirdləri biz dünyaya tanıtıraq və onlar öz istedadını nümayiş etdirsinlər. Əlbəttə bunu bir yox, bir neçə dünyada yüzdən çox yüzlərlə bu cür beynəlxalq yarışma və olimpiyadalar var ki, bunların məqsədi istedadlı şagirdləri limitli sayda yox, onların da öz məqsədlərini çatması üçündür. Mən istəyirəm bu yöndə valideynlərimizin ən çox sual verdiyi məsələlər var ki, beynəlxalq yarışmalar, yəni son gündə belə bir çoxları deyildi ki, beynəlxalq yarışmalar, olimpiyadalar ümumiyyətlə mənim övladıma nə qazandırır? Bunun bir çox hissəsini mən bayaqlar sadaladım. Özgüvəndir, inamdır və s. Amma istərdim ki, indi bir məqamına diqqət edirim. Belə ki, beynəlxalq ali təhsil sistemində, xüsusilə də dünyanın ilk 100-lüyündə, 200-lüyündə olan universitetlərdə, yer alan universitetlərdə tələbə qəbulu adətən holistic review, yəni bütöv yanaşma modeli əsasında aparılır. Bu model sadəcə akademik göstəricili deyil, namizədin bütün potensialını, şəxsiyyətini və inkişaf imkanlarını qiymətləndirməyi hədəfləyir. Bu yanaşmada qəbul zamanı 4 əsas komponentdən nəzərə alınır ki, 4 əsas məsələ var. Akademik performansı, yəni bu IELTS-dır, SAT-dir, TOEFL-dır, nədən imtahan verir, onun imtahan nəticəsi alınır. İkinci məsələ isə demonstrated leadership-dir, yəni şagirdlərin liderlik bacarıqları, təşəbbüs fəaliyyəti və komanda içindəki rol. Bu çox vacib amildir. Yəni, bayaqlar deyəbilirsiniz ki, dünyanın ilk 11-liyinə necə qəbul olmuşlar, Stanfordda necə qəbul oldu. Bu, ancaq məsəl üçün, məsələn, birinci akademik nüfuzlu ilə olimpiyadalar almaq deyil, elə deyil. Yəni, burada universitetlərin qəbul etdiyi şərtlər var ki, o şərtləri ödəmək lazımdır. Birazdan artıq Həsən bəy də, bizim xarici təhsil məsələləri üzrə ekspert, öz sizin suallarınızı bu yöndə cavablandıracaq və eyni zamanda növbəti bir məsələ isə extracurriculum managementi, yəni məktəbdən kənar ictimai, könüllü və elmi fəaliyyətlər. Bu, şagirdin qəbul olma zamanı ən böyük üstünlüklərini, yəni dünyanın ən yaxşı universitetlərinin üstünlük qazandırdığı məsələlər və ən əsas vacib məqam isə Achievement in International Competitions, yəni yeni beynəlxalq olimpiyada və akademik yarışmalarda göstərdiyi nəticələr. Ən vacib məqamlardan biridir. Yəni, bu şagird akademik yarışmalarda, bilik müsabiqələrində, yarışmasında, olimpiyadasında iştirak edib, ölkəsini təmsil edib, orada mübarizə aparır və bir nailiyyət əldə edib.
bu arda şagirdin bu 4 komponentdə üstünlük əldə etməsinə və bu komponentlər əsasında da beynəlxalq universitetlərə qəbul zamanı ən böyük üstünlüklərini qazandırır. Yəqin bizi izləyən valideynlərimiz var ki, yəni nəzərinizə çatdırıb hörmətli valideynlər, siz bunu özünüz araşdıra bilərsiniz. Müasir dövrdə informasiyanın bol olduğu bir zamanda özünüzlə post review ilə maraqlanın və övladlarınızın gələcəyində nələr lazımdırsa bunu rahat bir şəkildə öyrənə bilərsiniz. Belə ki, burada diqqət çəkən məqam ondan ibarətdir ki, yalnız rəsmi və dövlət tərəfindən tanınan yarışlar deyil. Diqqət edək, zəhmət olmasa bu mövzuya. Burada diqqət çəkən məqam nədir? Yalnız rəsmi və dövlət tərəfindən tanınan yarışlar deyil, eyni zamanda sabit keçirilən, akademik baxımdan strukturlaşmış və beynəlxalq tərəfdaşlığa malik özəl olimpiyadalarda bu model nəzərə alınır. Bax, bu çox vacib əsas məqamlardan biridir. Yəni, təkcə dövlətin keçirdiyi yox, necə ki, bayaqları Cavidin dekanı ona bildirmişdi ki, sən nə yaxşı ki, Kopernikus Olimpiyadasında ABC-də Kolumbiya Universitetində iştirak edəmsə, ki, növbəti səfərimizdə iyulun 26-sı və 30-dadır, artıq növbəti dəfə gedəcəyik. Nə yaxşı ki, iştirak edib, orada 40-dan çox ölkə arasında özünü sübut edib qalib gəlmişsən. Yəni, bu burada daxildir. Məsələ burada 4-cü bənddir. Yəni, beynəlxalq universitetlər akademik nüfuzu olan olimpiyadalar öz yeridir. Yəni, biz bunun haqqında bir şey demirik. Bunlar hər şey öz yeridir. Onlar dünyanın ən nüfuzlu olimpiyadalardır və illərdir yaranır və böyük akademik nüfuza malikdir. Eyni zamanda kimlər ki, ağlında belə bir şey var ki, bu ehtiyac yoxdur, xeyr, elə deyil. Və yəni sonuncu bənd, yəni yeni beynəlxalq olimpiyadalar və akademik yarışlarda iştirak, şagird universitet qəbulu üstünlük qazanır. Yəni 4 bənddən biri də budur. Yəni misal üçün, məsəl üçün, sizə deyim də, İMO olsun, İPO kimi olimpiyada medal qazanması qədər Hippo, Kopernikus, TIMO platformada əldə etdiyi nəticələrdə onun analitik, düşüncə, dil və fənlərarası bacarıqlarını göstərir, sübut kimi qəbul olunur. Yəni bu vacib bir məsələdir. Və Holistic Review sistemi komissiyaların müraciətdə standart imtahan balı ilə deyil, şəxsiyyət və potensial göstəricilər əsasında fərqli rakursdan dəyərləndirməyə imkan verir. Yəni, yenə bir daha təkrar edirəm, Holistic Review sistemi komissiyaların müraciət edən standart imtahan balı nə yox? Yəni, mən SAT imtahanı verim, TOEFL imtahanı verim, gedim IELTS alım, gedib və ən yaxşı universitetə qəbul olacaq, belə bir şey yoxdur. Yəni, bu buna bitmir. Siz hökmən və hökmən şəxsin öz potensial göstərici əsasında fərqli rakursdan dəyərləndirmə tələb olunmalıdır. O, onun əsasında dəyərləndirilir və ona imkan yaradılır ki, bu cür üstünlüklərdə yaransın. Yəni, müxtəlif formalarda uğur əldə etmiş olsun, fərqli akademik və sosial mühitlərdə formalaşmış şagirdlərlə bərabər qiymətləndirmə imkanı yaradır. Və istəyirəm ki, artıq keçək əsas məsələyə. Son günlər bilirsiniz ki, bizim mediada FISO beynəlxalq yarışmasından bizim şagirdlərimiz uğurla iştirak edib Azərbaycana gəldi. Ümumiyyətlə, bu yarışma haqqında qısa bir informasiya vermək istəyirəm. Ondan sonra problem haqqında məlumatınızı verib sizin suallarınızı alacaq. FISO beynəlxalq yarışması, yəni Future International Science Olympiad adı ilə tanınan beynəlxalq gələcəyin beynəlxalq istedadlı gənc elm olimpiyadası beynəlxalq yarışmadır bu. Bu ad onun patentinə verilib 2021-ci ildən etibarən keçirilir və beynəlxalq səviyyəli akademik yarışmadır. Yarışmanın əsas məqsədi müxtəlif ölkələrdə məktəbliləri bir araya gətirməklə onların elmi biliklərini nümayiş etdirmək, innovativ düşünmə, analitik qabiliyyətini ölçmək, eyni zamanda onların gələcəyinə elmi lider kimi formalaşmasına şərait yaratmaqdır. FISO-nun yaranma zərurəti elmi biliklərin yalnız yerli və milli kontekstdə deyil, qlobal miqyasda tətbiqi və paylaşımına ehtiyacdan yaranmışdır. Yarışmanın formatı müasir təhsil meyarları əsasında keçirir. Yəni, birinci seçim turu olur, ölkə mərhələsi olur ki, burada bizim valideynlərimiz də iştirak edir. Hər şey açıq və aydın şəkildə biz tərəfdən göstərilir. Seçim turunda nailiyyət əldə edən şagirdlər sonradan final mərhələsində vəzifə qazanır və finalda kimlə iştirak etmək istəyirsə, buyurub iştirak edə bilirlər. 2025-ci FISO beynəlxalq yarışmasında Dubay şəhərində keçiriləcək final mərhələsi 13-17 iyun tarixlərində planlaşdırıldı. İran-İsrail müharibəsi baş verdi. Böyük çətinliklərə rəğmən 16 ölkə orada iştirak eləmişdir. Qazaxıstan, Qırğızistan, Özbəkistan, Tacikistan, Laos, Kenya, Mozambik, Bolqarıstan, Vyetnam, Malayziya, Türkiyə, Rusiya, Filippin, Çin, Gürcüstan və Azərbaycan olmaqla 16 ölkə bir finalda, yəni Dubay finalında iştirak edir. Digər, çünki FISO beynəlxalq yarışmasının 40-a yaxın partneri var ki, digər ölkələrimiz isə Koreyada keçiriləcək finalda iştirak edəcəkdir ki, bu biz üçün logistik baxımdan uzaq olduğundan biz orada iştirak etməyəcəyik. Və bu ölkələr burada necə təmsil olunur? Milli komitələr, rəsmi partnyorlar vasitəsilə qatılırlar, digərləri isə fərdi və məktəb əsaslı olaraq təmsil olunurlar. Yarışmanın coğrafiyası bir qədər geniş olması FISO-nun yalnız regional deyil, artıq qlobal miqyasda səviyyədə maraq doğurduğunu bildirir. Qısa bir dənə fakt deyim sizə, dəyərli
valideynlər və media nümayəndələrimiz. Belə bir sual var ki, nəyə görə beynəlxalq yarışmalarda çoxlu medal verir? Yəni, bir nümunə sizə çəkəm və sizdə informasiya olun, digərlərində informasiyalı olsunlar. Bu, ümumiyyətlə, bütün dünyada gəlin ən nüfuzlulardan danışaq, hər şey qoyaq. International Matematik Olimpiyatı, dünyanın ən məşhur 1959-cu il yaranmış International Matematik Olimpiyatda ilk dəfə olaraq 6 ölkə iştirak eləmişdir. Bunu gedib özü açdırdı. Sonra 7, 8, 60 yaşı var, beynəlxalq olimpiyada hələ ki 108 ölkə iştirak edir və medal əyyadı necədir? 50%-ə qədər iştirakçı hər kəs medal alır. Yəni deyək ki 108 ölkədən 600 nəfər iştirak edirsə, burada onun yarısı medal alacaq. Yəni 50% medal alacaq. Bunun 53-ü deyək ki qızıl medal alacaq, burada top faizlər gedir. Beynəlxalq olimpiyadalar və yarışmalarda top faizlə qiymətləndirilir. Yəni idman olimpiyadası kimi deyil. Bir nəfər bir qızıl, məsələn 65 kiloqramda bir güləşçi, burada bir nəfər bir qızıl, bir nəfər bir dənə gümüş, amma bürünc mükafat isə 2 nəfərə verir. Bu belə deyil. Beynəlxalq təhsil yarışmalarında top faizləndir. Yəni top 8% individual yarışmasına görə, çünki onlar bal qazanırlar və komanda meyarları ortaya çıxır. İndividual olaraq yarışdırmalar əsasında top 8%-ə düşən iştirakçılar qızıl, top 10-a düşənlər, misal üçün söyləyirəm, 15%-ə düşənlər gümüş, digərləri isə bürünc mükafatlar əldir. Bu da totalda iştirakçıların 50% deməkdir. Yəni, hörmətli təhsil ekspertləri, hörmətli təhsil eksperti və adlandırılıb da özünə namizə irəli sürən bizim dostlarımız. Zəhmət olmasa bu mövzuda çox diqqətli olun ki, valideynləri və ictimaiyyəti doğru şəkildə informasiyalaşdıraq ki, beynəlxalq təhsil yarışmalarını, beynəlxalq təhsil olimpiyadalarını, idman yarışlarını qarışdırmayın. Təhsil yarışmaları bir qayda olaraq top faizlərlə mükafatlandırır. Yəni, heç vaxt orada bir dənə birinci yer, bir nəfərə qızıl, bir nəfərə ikinci və ya da üçüncü belə bir şey olur. Müəxtəlif yaş kateqoriyalarında top faizlər və yaxud da ki, İMO kimi dünyanın ən məşhur Azərbaycan Respublika Təhsil İnstitutu tərəfindən bura geniş həyatda Respublika Fənn Olimpiyadasının qalib olan şagirdlərimiz bu arada onları təbrik edirəm. Orada milli komanda seçilir və 5-6 nəfərlik komandamız gedir oraya yarışır və individual nəticələrinə görə orada qızıl, gümüş və bürünc mükafatlar düşür. Burada Çindən də olur, Azərbaycandan da olur, bu onları göstərdiyi sual nəticələrinə görə. Bunun artıq akademik formasını araşdırmamız lazımdır. Ona görə də ictimaiyyətin nəzərinə çatdırır ki, beynəlxalq təhsil olimpiyada və yarışmalar bir qayda olaraq top faizlərlə olur. Qeyd edək ki, Bakıda keçiriləcək 20-29 iyun tarixlərində təşkil olunacaq International Economics Olimpiyada, yəni Nobel mükafatçısı Erik Max'ın rəhbərlik elədiyi bu olimpiyada bu təşəbbüsdə də eyni bu qayda həyata keçəcək. Yəni, şagirdlərin təqribən bizim hesablamalarımız iştirakçı ölkələrə göstərir ki, 70%-nə qədər şagird mükafatlara layiq görəcək. Bunlar artıq öz ölkəsinin qalibləridir və nə qədər uşağın içərisində seçilir. Düşünün ki, Bakıda keçən mərhələdə 2000 uşağın içərisində 10 nəfər seçmişik. 10 nəfər də dünyanın hər yerindən, universitetlərdən gəlirlər. Məsələn, məşhur universitetin alimlər, profesör, onların içərisində gəlib qazanırlar. Burada hər şey normal və qaydalar şəraitindədir. Sizdən ricam olacaq ki, beynəlxalq olimpiyada və yarışmaları maraqlanarkən hökmən onların web səhifələrinə daxil olun, ən başlıcası və orada bütün qaydalar və qanunlar yazılıb, onlarla tanış olması sizdən rica eləyəcəm. Belə ki, FISO beynəlxalq yarışması ayın 13-ü və 17 aralığında oldu. Bilirsiniz ki, beynəlxalq FISO yarışması imtahan mərhələsi Harvard Universitetində, Dubayda Böyük Britaniyanın ən nüfuzlu universitetlərinin Dubay kampusunda həyata keçirildi. Bu da akademik nüfuzdan xəbər verir. Əgər bir yarışma həyata keçirilirsə, deməli burada dəqiqləşdirmələr aparılır. Hər kəs universitetdə əlini qolunu sallayıb bir orada nəyisə keçirə bilməz. Bu uyğun olmaz. Və odur ki, Harvard Universitetində ölkə mərhələsi təşkil olundu. Daha doğrusu final mərhələsi təşkil olundu. Bilirsiniz ki, 13-17 iyun tarixlərində Azərbaycan-İsrail-İran müharibəsindən görə, toqquşmasına görə biz Azərbaycan komandası olaraq böyük problemlər yaşadıq. Belə ki, biz qarşı tərəf ayın 14 imtahan olsa da rica edədik ki, imtahanı ayın 15-nə çəksinlər. Çünki uça bilmirdik. Ayın 12 biz uçacaqdır, təyyarələr dayandı, gedə bilmədilər. Biz ayın 14-də olan imtahanı 15-nə ölkələrlə rica edək, ayın 15-nə keçirdik. 15-də isə biz artıq gəlib çata bilmədik və qarşı tərəf digər ölkələr ki, ilk gün imtahanı keçirdilər və ayın 16-sı bir səhər saatlarında düşünün ki, ayın 16-sı həmin gün imtahan idi və həmin gün həm imtahan idi, həm də mükafatlandırma üçün keçirilməli. Çünki hər şey qabaca planlaşdırılmışdı. Gəlmiş ölkələrə görə mükafatlandırma mərasimi üçün yer və s. ayrılmışdı və bu Azərbaycanda isə iştirakçı sayı çox oldu. Çünki bu könüllü əsaslənənlərdir. Hörmətli media nümayəndələrimiz, iştirakçı valideynlərinin, övladların valideynləri də burada əyləşiblər. Suallarınızı onlara rahatlıqla verə bilərsiniz və onlar sizə suallarınızı cavablandıracaqlar. Və belə ki, rahatlıqla ayın 16-sında imtahan oldu. İmtahandan sonra apelyasiya oldu. Bu saat 12 kimi imtahan oldu Harvard Universitetində. Sonra apelyasiya baş vermişdi.
saat ərzində Azərbaycan üçün. Sonra ən yüksək nəticə göstərənlər arasında bir daha imtahan olur və axşam saat 6-ya mükafatlandırma mərasimi hazır olur. Bizim haqqımızda həqiqətə uyğun olmayan informasiyaları yayan valideyn bir neçə məqamı bildirib ki, imtahanı yeri yaxşı dövrdə əlbəttə Azərbaycan sürpriz olaraq son anda qatılıb tədbirə və biz son anda qatılmamıza rəğbət biz tədbirdə iştirak edirik və Azərbaycanın şagirdləri də müxtəlif əyyarlı medallar alırlar. Qızıl medal, gümüş medal, bürünc medal və dünya reytinqində medal qazanan, yəni öz kateqoriyası üzrə birinci, ikinci, üçüncü yer qazananlar da kifayət qədər yüksək rəqəmlərə malik texniki avadanlıqlar hədiyyə alırlar. Məsəl üçün, iPhone alanlar oldu, tablet alanlar oldu, bunlarda kifayət qədər qiymətin üst-üstünə gəldiyimiz zaman bu formada həyata keçirilir. Mən istəyirəm ki, valideynin yaydığı və media nümayəndələri tərəfindən qarşı tərəfin rəyi alınmadan qərəzli formada bəzi media nümayəndələri çox üzr istəyirəm, bəzi olmadan yayılmış məlumat haqqında sizə informasiyanı verim, sonra sizin suallarınıza keçəcəm. Belə ki, son günlərdə bizdə sosial mediada bəzi qapalı platformalarda Qlobal Olimpiya Centrinin təşkil etdiyi beynəlxalq olimpiada və yarışlarla bağlı əsassız, qərəzli və ictimai rəy çalışdırmalar yönəlmiş məlumatlar yayılması təəssüf doğurur. Bu kampaniyanın başlıca iştirakçılarından biri olan Vəfa Məmmədov adlı valideyni tərəfindən yayılan iddia təkcə hüquqi baxımdan deyil, eyni zamanda əxlaqi və bəşəgər baxımdan da qəbul edilməlidir. Məsələyə aydınlıq gətirmək və ictimai dəqiq məlumatlandırma məqsədi ilə aşağıdakı açıqlamanı sizə təqdim edirəm. Sözügedən valideyn iddia edir ki, övladı üçün 5000 AZN ödəniş edib və ödəniş qarşılığında qeyri-müəyyən beynəlxalq statusu olmayan bir tədbirdə iştiraka cəlb edilib. Əvvəla qeyd etməli ki, Vəfa Məmmədova 13 may tarixində 13 may tarixində 2025-ci ildə Qlobal Olimpiya Centrinin rəsmi müqavilə imzalanıb və həmin müqavilə iştirakının tam şərtləri təqdim olunub və xidmət və ödəniş detalları şəkildə qeyd olunub. Valideyn müqaviləyə razılaşaraq qəyim ustası ilə səfərə qatılıb və imzası ilə razılığını təsdiq edib. Müqavilə əsasən valideyn üçün nəzərdə tutulan xidmətlərlə təyyarə bileti, otel yerləşmə, gündəlik qidalanma, şəhər turları, beynəlxalq tədbirdə iştirak hüququ daxildir. Bu xidmətlər paketi üçün valideynlərə əvvəldən $1600 ABŞ dolları, şagirdlər üçün isə medal əyarına görə $1600-1700 aralığında dəyişiklik olmuşdur. Bu da müqavilədə öz əksini tapır və həmin şəxs bunlardan birini seçərək qəbul edib təsdiqləmişdir. Ölkə mərhələsində qızıl, gümüş və bürünc medal qazanan şagirdlər valideynlərə keçirilmiş məlumatlandırıcı görüşdə final mərhələsinə keçid, iştirak şərtləri ilə bağlı video, yəni Zoom platforması üzərindən görüş keçirilmişdir və bu Zoom platforması görüş keçirilərək broşurlar onlara təqdim olmuş və onlar üçün yaradılmış xüsusi WhatsApp qrupuna bu haqda informasiyalar ötürülmüşdür. Həmçinin 3 iyun tarixində restoranlarımızın birində valideynlərlə, yəni Dubaya gedəcək, final raundda iştirak edəcək valideynlərlə çay süfrəsi təşkil olunmuşdur. Çay süfrəsində iştirak edərək yenidən şirkətimizin mütəxəssisləri tərəfindən onlara məlumatlandırılmış və məlumatlandırıcı informasiyalar təqdim olunmuşdur. Final mərhələsi 13 iyun tarixində keçirilmişdi və Dubay şəhərində 13 iyunda başlamalı idi. Lakin həmin dövrdə İran və İsrail arasında baş bir regional gərginlik səbəbindən Azərbaycan komandısı yarışı iştiraki təhlükə altına düşmüşdü. Belə ki, Bakı, Dubay, Bakı, Əbu-Dabi reysləri qeyri-müəyyən təxirə salındığından Azərbaycanlı gənclərin birlik yarışmasının qlobal mərhələsi iştirakı sual altında qalmışdı. Belə force-majeure vəziyyətdə məktəblərimizin birlik yarışmada iştirak hissini, onların motivasiyasını, biliklərini nümayiş etdirmək arzularını nəzərə alaraq, Qlobal Olimpiya Centri təşkilatı tərəfindən risk alaraq şagirdlərimizi valideynlərlə məsləhətləşməsi əsasında beynəlxalq yarışda iştirakını təmin etmək haqqında qərar qəbul etmişik. Azərbaycan komandası üçün 15 gün tarixində keçirilməsi razılaşdırılmış, lakin biz ayın 15-i gəlməsək də 16 iyunda Heyrotrat Universitetinin fəaliyyətində dayandırılmış və Azərbaycan komandası üçün yenidən imtahan təşkil olmuşdur. Qeyd edim ki, digər ölkələrin etirazlarına rəğmən biz onlara danışıqlar aparmış və Azərbaycana qarşı düşmüş bu force-majeure vəziyyətdə şagirdlərimizə dəstək olmağı bildirmişdik. İmtahan 16 iyun saat 12-də baş tutulur, 12-yə qədər baş tutulur və həmin gün saat 18:00-da mükafatlandırma mərasimi təşkil edilmişdir. Bu haqda bayaqları bildirdim və buna əlavə imtahanlardan sonra əvvəlcədən vəd olduğu kimi şagirdlər müxtəlif mədəni turlar və ekskursiyalarda iştirak edir. Mən diqqətinizə çatdırmaq istəyirəm ki, beynəlxalq yarışmalar və olimpiadalar eyni zamanda getdiyimiz ölkənin mədəniyyətini, onun adət-ənənələrini görmək, onu tanış etmək. Biz eyni zamanda şagirdlərin dünya görüşünü artırırıq. Yəni, məsələn, Azərbaycanın 2025-də, International Economic 2025-də 37 dənə ölkə gəlir. Biz ona sadəcə imtahan edib keçirsək, bu doğru olmaz. Biz ona Azərbaycanın qız qalasını, Şirvan şahlarının tarixini, Azərbaycanın mədəni irsini, ateşgah məbədini, odlar yurdu olduğumuzu, yanardağımızı, Qobustanımızı, hər şeyi onlara göstərəcək ki, hətta bunu deyim ki, Azərbaycan adlı bir intellektual oyun da keçirəcək ki, və xaricdən gələn düşünün ki, 52 dənə ölkə Azərbaycan haqqında bu dəqiqə oturublar, oxuyurlar, Azərbaycan tarixini oxuyurlar, Azərbaycan mədəniyyətini oxuyurlar və onlar iyul ayının 27-sində imtahan verəcəklər.
Azərbaycan haqqında düşünün, bir İngiltərəli şagird Azərbaycan haqqında dəqiq informasiya edir, bilmirlər suallar nədir. 40 dekabrda formatında eləmişik və 37 ölkə yarışacaq. Bu məqsəd bir ölkənin təbliğ olunması, onun mədəniyyəti tanışması və eyni zamanda dünya görüşünün əldə olunması məqsədi ilədir. Və eyni zamanda qeyd etmək istəyirəm ki, hava yolları ilə yaranmış problemlər əsasında 17 iyunda komandamız əslində qayıtmalıydı. Amma Global Olimpiyat Sentri olaraq biz əlavə ödənişlər ödəməklə hava yollarına uçuşlarımızı ayın 19 iyununa çəkmişik və 19 iyun tarixində şagirdlərin söz verdiyimiz kimi şirkət olaraq risklər almamıza baxmayaraq, şagirdlər ekskursiyalarda iştirak edərlər, əylənlər və eyni zamanda imtahanlarda iştirak edirlər. Yuxarıda qeyd olunan faktlar göstərir ki, tədbir hüquqi təşkilatı beynəlxalq səviyyədə tam qanuni şəkildə keçirilmişdir və iştirakçılara, valideynlərə qarşı heç bir məsuliyyətsizlik və ya pozuntu olmamışdır. Vəfa Məhəmmədov tərəfindən yazılan feyk saxta olimpiyada şəffaf olmayan ödənişlər, aldadılma kimi iddialar tamamilə əsassızdır və Global Olimpiyat Sentrinin nüfuzuna və əməkdaşlıq etdiyi beynəlxalq tərəfdaşlara qarşı məqsədli atılmış böhtan xarakterli məlumat daşıyır və qanun etdiyi. Qeyd etmək istər ki, beynəlxalq tədbir olması üçün minimum şərtlər budur ki, ən azı bir ölkənin 2 dənə orada ölkə vahid olaraq tanınmış ölkə iştirak edirsə, bu artıq beynəlxalq səviyyəli bir tədbirdir. Amma biz burada kifayət qədər ölkələrin adı saydıq, yəni 16 ölkənin təmsil olunması, burada şagirdlərin az və ya çox sayının nə qədər iştirak etməsi bir əhəmiyyət yoxdur. Eğer bir ölkə var ki, orada 10 nəfər iştirak edir, 50 nəfər var, 20 ölkə iştirak edə bilər. Məsələn, biz Kopernikus Olimpiyadasında Xalq Universiteti təşkil edirik və eyni zamanda biz indi iyul ayında Rice Universitetini təşkil etdik bir yarışa gedəcəyik. Orada Braziliya komandası çoxlu təşkil edilir. Səbəb ondan ibarətdir ki, logistik baxımdan Braziliya Amerikaya daha yaxındır. Biz onu daha rahat alırıq və yaxud da ki, bunun hava yolu xətti var və digər şeylər buna daha uyğundur. Qeyd etmək istərdim ki, beynəlxalq tədbir olması üçün bu şərtləri mən bildirim. Bu olaraq daim şəffaf, məsuliyyətli və qanunlara uyğun fəaliyyət göstərmişik. Lakin bu hal açıq şəkildə göstərir ki, artıq məqsədli şəkildə quruma qarşı etibar və reputasiya pozucu fəaliyyət həyata keçirir. Bu səbəbdən Global Olimpiyat Sentri olaraq hüquqi maraqları qorumaq, yayılan qərəzli və gökdən xarakterli məlumatları rəsmi qaydada və obyektlər araşdırılması məqsədi ilə müvafiq qurumlara biz müraciət etmişik ki, bununla bağlı araşdırmalar aparsınlar və hüquq qarşısında hər kəs öz məsuliyyətini başa düşsün və öz məsuliyyətini anlasın. Biz Global Olimpiyat Sentri olaraq məqsədimiz və məramımız Azərbaycanlı şagirdləri dünyaya tanıtdırmaqdır. Şagirdlər üçün müxtəlif vasitələrlə onların dünyaya çıxması şərait yaratmaqdır. Əlavələr yaratmaqdır ki, bunlar vasitə şagirdlər onunla tutsunlar və ayağa qalsınlar. Bunun vasitəsində biz inanırıq ki, Azərbaycanlı şagirdlərimiz həm ölkəmizi tanıdır, həm təbliğ edir, eyni zamanda da Azərbaycan haqq səsini dünyaya çatdırır. Qısa bir məlumat da deyim ki, biz Kanada Təhsil Qurumunu təşkil edən Beynəlxalq Məktəbli Təhsil Səfirlər Proqramında rəsmi Azərbaycan üzrə nümayəndəsi bir il müddətdə Azərbaycan şagirdləri gedəcəklər Kanadaya. Orada dünyanın 40-dan çox gələn ölkəsindən olan şagirdlərə Azərbaycan mədəniyyətini, dilini, dinini, nə elirik, pahlavamızı, şəkər quramımızı, xəritəmizi, gözəl xəritəmizi, üç rəngli bayrağımızı, gerbimizi göstərəcək və eyni zamanda öz vətənimizi təbliğ edəcəklər. Həm də tələbə şagird mübadilə proqramında iştirak edərək Azərbaycanın nüfuzunu artıracaq və inanırıq ki, Kanadada ən yaxşı universitetlərdən birində də qəbul olma şansı qazanacaqdır. Mən istəyirəm ki, sözümü bitirdim. Sizin suallarınızı cavablandırmaq istəyərdim. Buyurun, sizin suallarınızı açıq bir şəkildə cavablandırmaq hazıram. Hansı sualınız varsa buyurun verə bilərsiniz. Buyurun zəhmətiniz. Günlar Nəzim qızı, Anisa saydı. Mənim bir neçə sualım var. Nə üçün Fiso Olimpiyadası Təhsil İnstitutunun tanıdığı olimpiyadalar siyasında yoxdur? İkinci sualım bundan bağlı. İlk sual sonra cavab verirəm. Evet, sualınız. Qeyd edək ki, beynəlxalq tədbirlər, beynəlxalq yarışmalar, hər bir şey Təhsil İnstitutu tərəfindən tanınma deyə bir şey yoxdur. Dünyada belə bir praktika da yoxdur. Məsələn, International Economics Olimpiyat Azərbaycan Təhsil İnstitutu siyasında yoxdur. Amma İspaniya Təhsil Nazirliyinin, İngiltərə Təhsil Nazirliyinin, Kanada Təhsil Nazirliyinin siyasında var. Yəni, bu o demək deyil. Burada məsələ prioritet mövzulardır. Kim hansı beynəlxalq yarışmanın olimpiyadanı keçirməni təşkil etmək istəyirsə ki, məsələn, tutaq kenguru yarışması da keçirilir, doğrudur mu? Yəni, kenguru yarışması Təhsil İnstitutu keçirilir, o da bu yarışmalardan biridir. Kenguru olur, mənim ayaqlar 3-cü punktda vurguladığım var idi, kengurudur, fisodur. Eyni, yəni mahiyyət etibarilə eyni bir şeydir. Hər hansı bir fond tərəfindən və yaxud da ki, müəyyən bir qurum tərəfindən, yəni özəl təşkilatı digər assambleya tərəfindən keçirilir və bunu Təhsil Nazirlikləri keçirə bilər ki, bu fərqli. Məsələn, mən sizə bir nümunə gedim. TIMO dedik, Türk International Matematik Olimpiyada. Şri-Lankanın təhsil fondu tərəfindən qatılır ki, bu komanda IMO-ya komanda göndərir. Nazirlik səviyyəsində var.
qoşulur. Özbəkistan Təhsil Nazirliyi səviyyəsində kimi qoşulur. Azərbaycan məsəl üçün Təhsil Nazirliyi səviyyəsində qoşulur ki, bu sadəcə olaraq bu tamamilə bir fərqli mövzulardır. Bizim təhsil institutumuz bunu uyğun bilir, buna uyğun da olaraq edir. Həm də mən bir şey çatdırmaq istəyirəm, hər şeydə dövlət üzərinə yıxmaq olmaz. Yəni, hər şey biz dövlətdən də gözləməməli. Çünki bu İMO-ya da gedəndə dövlətimiz ödəniş ödəyir və hər şeydə, yəni, dövlət bütün beynəlxalq yarışmalara şey eləyə bilməz ki, sponsor qala bilməz, bunun xərcləri qarşılaya bilməz. Yəni, bu bir dənə deyil, iki dənə deyil, 100-ə yaxındır. Yəni, 100-ə yaxın olduğuna görə özü üçün əsas prioritet olan mövzuları seçiblər və bu beynəlxalq yarışma və müsabiqələrdə iştirak edən şagirdlərin məqsədi əgər Azərbaycanda qəbul alıb təhsil almaqdırsa, bunlar onsuz Respublikan Olimpiyadası olaraq möhtəşəm bir üstünlükdür. ADA-ya qəbul ola bilər, ən prestij, BANMA qəbul ola, Bakı Alim deməkdir, ən gözəl universitetlərə. Bunların məqsədi xaricdə üstünlük qazanmaqdır. Yəni, bunların məqsədi bir növ fokuslanıb Azərbaycan kənarında oxumaq və oradan təqaüd və buna bənzər şeylər qazanmaq. Məsələn, bir dənə qızımız var, yəqin ki, media nümayəndələri bu yaxınlara gəlməmişdir. Beynəlxalq bizim olimpiadalarda da iştirak edir, beynəlxalq belə deyək, Təhsil Nazirliyi siyasətində olmayanlarda $232.000 təqaüd əldə edir. Və bayaqki Cavid Kopernikus'da iştirak edir. Yəni, olimpiadasında. Yəni, dünyanın ən yaxşı 11 universitetindən, ilk 11-likdə olan universitetinə qəbul qazanır. Yəni, təhsil institutunun siyasətində olub-olmaması, yəni, prioritet mövzu deyil. Məsələ, burada tamamilə beynəlxalq yarışmalar tamamilə fərqli-fərqli cür qurulur. Digər sualımla bağlı ki, təhsil institutunun mütəxəssisləri, eləcə də təhsil ekspertləri aşağı siniflərdən uşaqların olimpiadalara cəlb olunmasının və onların aldığı sertifikasiyanın gələcəkdə onların institut həyatında heç bir rol oynamadığını əsaslandırırlar. Sadəcə bu kommersiya məqsədi olduğu üçün valideynlər düzgün məlumatlandırılmadığı üçün belə bir gedirlər və nəticədə belə bir vəziyyətlər. Buna da aydınlıq gətirir. Əlbəttə, çox gözəl sual verdiniz. Deyərdim ki, valideynlər hamısını bu sualları verir ki, bu nəyə lazımdır? Burada xarici təhsil ekspertimiz var, indi o da sizə danışacaq. Mən gəlin bir şey deyim. Birinci, kommersiya nədir məsələsidir? Kommersiya nəyə deyirik? Yəni, ödənişlər verilməsi və yaxud da ki, ödənişlərin ödənilməsi məsələsi var. Mən bayaqlar onu izah edədim. Kommersiya məsələsinə qaldıqda valideynlərin gözünə qaçan bir məqam var. Təhsil institutu tərəfindən ödənilən ödənişlər əsasında olimpiyadaya gedənlər dövlət tərəfindən qarşılanır. Orada da bir kommersiya var, yəni pul var, qarşı tərəfə ödəniş aparılır. İMO'nun saytına girir, mən bildiyim qədər hər ölkənin pul vahidinə görə dəyişməsin. Keçən ildə $5.000, yəni dollar səhv eləmirəmsə, $5.000 iştirak haqqı ödür uşaqlar üçün. Bunu dövlətimiz qarşılayır, 5 nəfərə görə qarşılayır, ona təyyarə bileti və s. Digərləri isə artıq valideyn öz övladına investisiya yatırır. Biz alternativ qoymuşuq. Məsələn, o 5 nəfərin içərisində girə bilmədi uşaq. Deyək, məsələn, Respublikan Olimpiyada qoşuldu, milli komandada ilk 5-liyə düşə bilmədi. Bəs yaxşı, o uşaq öz istedadını harada göstərsin, harada yaraşsın. Avtomatik olaraq biz onu alternativ təyin eləmişik. O alternativ vasitəsilə şagird gəlir, yarışır, valideyn öz imkanına, öz gücünə, eyni zamanda şəhid və qazi ailələrinə biz özümüz şəxsən kömək edirik. Heç bir maddi pul alınmadan biz dərhal özümüz qarşılayırıq. Çünki onlar bizim başımızın tacıdır, biz onu qarşılayırıq. Eyni zamanda da digər sosial həyatda problem olanda digər Azərbaycanda olan böyük və humanitar şirkətlər, maliyyə sponsorluq edir, onları götürürük. Kim ki imkanı çatır, nə olmalıdır? Bunlar da öz övladlarını gələcəyinə sərmayə yatırırlar. Keçək bunun digər məsələsinə ki, şagirdlər nəyə görə kiçik yaşdan etibarən bu yarışlara qoşulmalı və təhsil ekspertləri mən ümumiyyətlə bəlkə də səhv çıxacaq bu ifadə. Təhsil ekspertləri hələ ki, nə beynəlxalq yarışmanın, nə də beynəlxalq müsabiqənin nə olduğunu hələ tam anlamırlar. Yəni, mənim gördüyüm, onlara verdiyim müsahibələrdə onlar hələ bir dənə qızıl, bir dənə gümüş, 2 dənə bürünc deyib, idman jurnalistikasını, idmanı şey eləyirlərsə, hələ bir müvəkkil top faiz var. Mən buna qətiyyən qarşılayıram. Eyni zamanda bizim ekspertimiz də deyəcək, artıq dövr zamanı dəyişir. Artıq beynəlxalq universitetlər qəbul zamanı, bayaqlara dedim, positive review var. Artıq bilir ki, mən bu şagird 9-cu sinifə çatanda başlayır ki, yüklənməyə, mən xaricdə təhsil almaq istəyirəm. SAT-yə də hazırlaşır, IELTS-ə də hazırlaşır. Bəs aşağı yaş qruplarında nə eləmişdir bu uşaq? Bu aşağı üçün gəlib bir potensial yükləməyə başlasın ya yox? Bu onsuz da aşağı siniflərdə olanlar motivasiya xarakterlidir. Şagird özünə inam qazanır, beynini fokusluyur ki, ora mən bura məqsəd qoyuram, gedirəm və özünü həsr edir ora. Sadə bir nümunə gətirəm. Bizim bir şagirdimiz var, beynəlxalq yarışmada qalib olub. 2 dənə iPad olur, birini satdı, birini satdı, çevirdi pula, özü üçün çatdikti alıb pullu, kitablar alıb özü üçün. Bir dənə şagirdimiz var, məntiqdən yer tutmuşdu. Azərbaycana ayağı qədəm qoyan kimi özü üçün məntiq kitablar alıb. Burada nədir? Məsələ onun akademik təhsilinə, portfolyosuna dəstək olmalıdır.
şagird başlayır kiçik yarışlarından nailiyyət əldə etmək. Onda biz onda şahmata gəlib 9-cu, 11-ci sinifdə, yox 11-də yox, gərək 21 yaşda gedib, bir adam böyük kişiyi gedir şahmat. Balaca yaşlarda örgənə, xallar yığa, gəlib olur rəsmə izlər. Yəni bu da eyni qaydadır. Məsələn, necə karatədə kəmər alırdı, kəmərin də rəngləri var, birdən bir adamın qara kəmər verir, düzdürmü? Bu beynəlxalq yarışma da belədir. Təcrübə qazanmalısan, yığmalısan və o levelə çatmalısan. Hər bir şey könüllü xarakter. İstəyən valideyn qoşula da bilər, qoşulmaya da bilər. Bu əlbəttə sərbəst bir xarakterdir. Mən istərdim ki, bizim xarici təhsil üzrə ekspertimiz Həsən bəy birbaşa olaraq bu işlərlə məşğuldur. Biz eyni zamanda onu qeyd edək ki, biz Qlobal Universiteti təmənnasız şagirdlərimizə konsultasiya veririk. Onları yönləndiririk ki, Azərbaycan şagirdlərin gələcəyi onsuz da təhsildədir. Təhsillə bizim şagirdlərimiz daha çox tanıyacaq. Mən həmişə uşaqlıqdan mərasimində deyirəm, Allah şahidimizin valideynlərimiz və buradadır. Həmişə bu sözü deyirəm ki, gələcəyin alimləri bu səhnədədir. Sabah onlar gələcəyin müftizadəsi olanda, bəlkə də müqdeyicisi olanda, ən məşhur olanda biz də onlarla gəlib fotolar çəkəcəyik, onlarla xatirə şəkilləri çəkəcəyik və ən bacarıqlı şagirdlər buradan çıxacaq. Zəhmət olmasa bu məsələ ilə bağlı, kiçik yaşdan, yəni mən də sizin sualınızı bizim xarici təhsil ekspertimizə göndərdik. Sizcə bizim şagirdlər kiçik yaşlarda başlamalı yoxsa yox? Mən də özümə salamlayıram, hər kəsə dəyərli media nümayəndələri. Bu olimpiadalarla bağlı valideynlərdə çox yanlış məlumatlar formalaşır. İlk növbədə mən sualıma gəlməmişdən öncə onu qeyd edeyim ki, universitetlər qəbul kriteriyasında dünyanın istənilən universiteti 3 əsas meyara baxırlar. Akademik göstəricilər, bunlar vacib olan məqamlardır. Tələbənin SAT, IELTS, TOEFL, IB, AP kimi imtahan nəticələri bunlar hansı ki vacibdir. Bunlar olmasa universitetə biz sənəd verə bilmərik. Artıq ikinci meyar kimi, çünki bu sənəd beynəlxalq imtahanına sahib olan minlərlə, hətta milyonlarla şagird var. İkinci meyar kimi artıq universitet dəyərləndirmə zamanı baxır sosial fəaliyyətlərə, həm sosial və həm akademik fəaliyyətlərə. Sosial və akademik fəaliyyətlər dediyimizdə biz olimpiyadaları nəzərdə tuturuq. Bəzən valideynlər elə düşünür ki, mən imtahan nəticəm zəifdir, amma beynəlxalq olimpiyadalarda iştirak etmişəm, istər təhsil institutu tərəfindən tanınan olimpiyada olsun, istər digər olimpiyadalarda fərqli yoxdur. Sizin akademik göstəriciniz yoxdursa, sizin hər hansı bir olimpiyadadan nəticəniz olması sizin qəbulunuzə qarantiya verilir. Yəni bunu bilməyənlər olaraq bilirsiniz, çünki valideynlərdə çox yanlış bir fikir formalaşır bu. Artıq tələbənin universitet tərəfindən və təqaüd proqramının seçilməsi, dediyim kimi, minlərlə milyonlarla tələbə arasından seçilməsi üçün o tələbənin imtahan nəticəsi olan rəqəblərindən bir üstünlüyü olmalıdır. Bu üstünlük də sosial fəaliyyət olaraq tələbənin idman yarışlarında iştirakı ola bilər, müxtəlif musiqi alətlərində ifası ola bilər, beynəlxalq tədbirlərdə könüllü kimi fəaliyyəti ola bilər və eyni zamanda həm sosial, həm akademik olaraq da nəzərə alsaq, biz bunu tələbənin olimpiyada nəticələri olmalıdır. Artıq bu kriteriyaların üçü də tamamlandıqda tələbənin həm universitetə qəbul olması, az öncə videoda izlədiyiniz kimi dünyanın universitetlərinə qəbul olması, həm də təqaüd qazanması üçün bu vacibdir. Və təqaüd məsələsində, olimpiyadanın tanınmamı məsələsində bəzi şeylər gətirim. Mən misal götürək qardaş ölkə Türkiyənin də bizim təhsil quruluşun bir qurumu var, TÜBİTAK qurumu var. O TÜBİTAKın tanıdığı bəlli bir olimpiyadalar var ki, hansı ki 6-7 olimpiyadadan ibarət olimpiyada səhv etmirəmsə, sırf bunları TÜBİTAK tərəfindən tanınırdır. Amma hər hansı bir Türkiyə universiteti və yaxud da başqa bir ölkənin universiteti elə bir şərt qoyub ki, sizin olimpiyadanız sırf TÜBİTAKdan olsun. Elə bir şərt bir mənada yoxdur. O ki, Xəyal bəyin sualına qeyd etdiyim kimi, aşağı yaşlarda olimpiyadada iştirak vacibdirmi? Bu, olimpiyadada iştirak ümumiyyətən aşağı yaşda, yuxarı yaşda bu vacib deyil, heç bir məqamda vacib deyil. Amma arzu olunandır, çünki tələbənin yaxşı nəticə əldə etməsi üçün olimpiyadada iştirakı vacibdir. Amma məcburi deyil, yəni bunu yanlış anlaşılmasın. Yəni heç kim istəmədən məcburi şəkildə gedib iştirak etmir. Amma aşağı yaşlarda qatılması bu şagirdin artıq məktəbdə formalaşmasına böyük təsir göstərir ki, təhsil yolunda geçir. Mən bəzən şahid oluram rayonda yaşayan qohumlarımızdan filan, uşaq 6-cı, 7-ci sinifdə olimpiyadadan nəticə əldə edib məktəbə qayıdandan sonra artıq uşaqda çox şəxsiyyətində çox böyük dəyişiklik olur.
Çünki o şəxs sinif yoldaşlarından seçilir, məktəbdə müəllimlər tərəfindən fərqli bir aura yaşayır və bu onun gələcəkdəki artıq yaşı artdıqca son siniflərə doğru olan təsirinə böyük təsir göstərir. Olimpiyadada aşağı yaşda oxumağın qəbula üsullerindən ibarətdir. Tələbələrimiz bildiyimiz kimi akademik göstərici olaraq imtahanlara hazırlaşmalıdır. SAT olsun, IELTS olsun, TOEFL olsun, fərqi yoxdur bunların arasında. Bu sonuncu siniflərdə proqram daha çox sərt bir rejimə keçməlidir. Çünki son yeridir, tələbənin 10-da oxuyub, 11-də oxuyub, bu artıq yüksək nəticələr etməlidir. Və həmin ərəfədə bizim məktəblərdə də müxtəlif imtahanlar olur. Buraxılış imtahanlarına hazırlaşmalıdır, paralel şəkildə. Həmin ərəfədə tələbənin olimpiyadada iştirak etməyi qeyri-mümkünsüzdür. Hətta çox çətin bir prosesdir. Ona görə də aşağı yaşdan bunu formalaşdırmaq lazım ki, tələbədə bir kontrol yoxsun. Tək olimpiyada məsələsində deyil, tələbənin idman yarışlarında iştirakı da aşağı yaşlardan arzu olunandır. Daha sonra şahmatla məşğul olmaqda misal göstərə bilər ki, bunu da aşağı yaşdan başlayaraq bir portfolyo formalaşdırması özündə üstünlüdür. Məsəl üçün, olimpiyada misal çəkməyəm, tələbələrin musiqiyə olan marağı belə universitet tərəfindən müsbət qarşılanır. Hər hansı bir musiqi alətində ifa edilməsin. Bunu biz ən saxlayıb, ən sonunda SAT imtahanını bitirəndən sonra 11-ci sinifdə deyə bilmək ki, sən kəndlərdə ifa etməyə başqa. Bunu təbii ki, aşağı yaşlardan uşağın təhsil proqramı dediyimiz proqramda əlavə etməyimiz lazım ki, bunun daha sonra müsbət nəticələrini görək. Çox sağ olun. Bir də bir sonraki sualım var. Olimpiyada keçirilən olimpiyadalarda ödəniş səfərləməsi 40 manatdır və bunda medal qazanan uşaqlar var ki, hansı ki, Dubaya dediyimiz Dubaya həqiqətən şəkil gedə bilmirlər və nəticədə finala iştirak edə bilmirlər. Bu uşağın həm motivasiyasını aşağı salır, həm də valideynlər fikirləşir ki, onlar öz istədiyi qiymət ala bilmirlər, yalnız sizin gəlməli. Bu məsələyə Deməli, mən sizə tam belə deyək də, siz jurnalistsiniz, mən sizə video sübut göndərəcəm, valideynlərə görüşüb bir video sübutunu, Zoom proqramı valideynlər sual cavab edir. Dəyərli valideynlərimiz buradasınız, valideynlərimiz də buradadır, həmin videoya gedənlərdən. Qeyd, ilk olaraq Azərbaycan keçən seçim mərhələsi ödənişlidir. Bəli, ona görə ödənişlidir ki, çünki beynəlxalq yarışmanın və beynəlxalq olimpiyadanın bir ödəniş məbləği var və biz o ödəniş məbləğini qarşı tərəfi komissiya olaraq ödəyirik. Bundan əlavə burada təşkilat xərcləri də var. Təşkilat xərcləri nədir? Şagirdlərimiz üçün biz medalların hazırlanması, sertifikatların hazırlanması, imtahan məkanlarının icarəyə götürülməsi, onların dəftər və digər çap məhsullarının hazırlanması, hər imtahanda düşünür ki, bir ölkə mərhələsində, regionlarda da biz getdikdə ezamiyyət məsələləri, işçilərin həmin vaxt imtahan bucaq yeyinti xərcləri, yemək, içmə xərcləri, mükafatlandırma mərasimləri təntənəli formada, bura gəlir bunun video, foto, çəkiliş qrupası, media hissəsi, eyni zamanda bunun digər hissələri və eyni zamanda bunun vergi məsələləri də var da. Bunlar ödədiyiz formada, onlar ölkə mərhələsində bizə ödəniş ödədiyi formada, rəsmi formada ödəyirlər. Girirlər onların formada öz boşluğu ilə seçirlər, heç kəs onlara demir ki, kartından pul ödəyirlər. Girir, baxır, məlumat alır, müqavilə çıxır qabanlar. Azərbaycan dilində olsa, rus dilində İngilizcə, budur, baxır və özü üçün müəyyən edir. Burada şagirdləri heç kəs məcbur eləmir, valideynə. Biz şagird və valideyn bayaqlardan bildirdik. Əgər bir valideyn öz övladının düşünürsə ki, yəni mən bir valideyn kimi qoyuram, bir qlobal sentr direktoru olmasını qoyuram. Mən bir valideyn kimi mənim uşağımın gedib TikTokda və ya da sosial platformada zərərli, daha doğrusu yaxşı şeylər çıxarır. Sosial mediada çox xeyirli şeylər də var. Zərərli şeylərlə məşğul olmasındansa, nə gözəl, beynəlxalq yarışmaya getsin, iştirak edəsin ölkə mərhələsində, təcrübə qazansın, nailiyyət əldə edəsin. İmkan çatar, çatmaz, bu artıq fərqli bir şeydir. Sonuçta şagird öz bildiyini ölkə mühitində sınamağa bir şərait tapır. Bu sınaq deyil, məktəb sınağı deyil. Suallar da düşünməyin, məktəb proqramına görə uyğundur, elə deyil. Bir beynəlxalq yarışmanın müsabiqənin sualları da fərqli olur. Yəni, elə sinif ola bilər ki, həmin sinifə aid sual daha çətindir, daha məntiqli. Məsələn, mən misal üçün deyirəm, Türkiyə International Matematik Olimpiyada, Azərbaycanda bircə nömrə 100 bal toplayır. Asiya International Matematik Olimpiyası var, Asiyanın ən böyük olimpiyadasıdır. Məsələn, bunu fizika olimpiyadasında təhsil üstü qəbul edilib, amma riyaziyyat olimpiyadası bu siyahıda yoxdur. Azərbaycanda hələ ki 100 balı toplayan yoxdur, seçim turunda. Finalı bir Yaponiyadadır, Yaponiya Dillər Universitetində olacaq, Tokyo Dillər Universitetində. Biz məsəl üçün bu yöndə çətinlik çəkirik. Misal üçün, olimpiyada var formula, Rusiya təhsil qurumunun tərəfindən keçirdiyi, dövlət qurumu tərəfindən keçirən formula. 6 sual veririk 5 saata.
yenə də maksimal bal toplaya bilirlər. Burada məsələ nədən ibarət? Biz ilk olaraq övladımızın gələcəyini təhsil yönündə fikirləşiriksə, beynəlxalq təhsil yarışmaları, müsabiqələri, olimpiyadaları qeyd edirik. Olimpiyada, müsabiqə və yarış, bunlar fərqli sözlərdir. Bunların hamısının öz qırmızı xətləri var, mənaları var, bunu biraz açıqlayacağım, əgər sual olarsa. Və bunlar tərəfindən təşkil olunan bu hissələrdə deyil, şagirdlərə şərait gəlib öz ölkə mərasimində özünü ispat edib sübut etsinlər. Və ispat və sübut əsasında ən azı öz çevrəsində özünü göstərir. Biz şagirdlərə nə qazandırmaq istəyirik? İnam qazandırmaq istəyirik. Bilirsiniz ki, şagirdlər öz sinifdə fərqlənmək istəyir. Ola bilər ki, müəllimin diqqətinə açır. Ola bilər ki, öz dostlarına özünü nəyisə sübut etmək istəyir. Təhsil qrupunda. Deyir ki, məsələn, mən riyaziyyatı yaxşı bilirəm. Gəlir bir yarışmada nailiyyət əldə edir və özünü isbatlayır. Və bu isbat onun sinif daxilində artıq bir özünə inamını formalaşır və şagird öz əslən davamlı olaraq xarakter alır. Bu davamlı olacaq, olmayacaq, artıq burada valideyn, müəllim, kommunikasiya, düzgün yönləndirmə məsələsidir. Və bu kommersiya deyil, bu yəni ödənişli məsələlərdə bildiririk nəyə görə ödənişlidir. Qaldı ki, qlobal mərhələ isə, qlobal mərhələ haqqında tamamilə biz bu yanlış bir fikirdir. Hörmətli valideynlərimiz, buradasınız, istəyərdim ki, sizdən könüllü olaraq, mən heç də demirəm, necə olur bizdə ödəniş prosesi? Biz məcbur ediyirikmi, yoxsa deyirik, gəlin bu paketi alın. Zəhmət olmasa özünüzü və medium müraciət edirsiniz. Deyim sizə. Yox, mən deyim, sonra valideynlərdən də soruşarsınız kəndiniz. Belə ki, hörmətli bizim media nümayəndələrimiz, biz iki seçim sunuruq. İki seçim də nədən ibarətdir? Ya istəyirsinizsə bu paketlə gedin. Burada qarşı tərəf bizə deyir ki, məsələn, mən səni imtihanı aparacağım, transferi qarşılayacağım, aviabileti veriləcəm, bunu, istəyirsən gəl bu qiymədə. Yox, deyirəm ki, mən istəmirəm, mən öz başına getmək istəyirəm. Yəni, özüm üçün tətil proqramı yazmışam, dolu idi, yəni fisolar yox idi, var idi. Ayın 11-dən 10-una gedənlər var idi orada. Valideyn özü üçün istirahətə gedib, gəzməyə gedib, işi var. Eyni zamanda da övladının təhsilini yatırım edir. Deyir ki, mən adı iştirak haqqını ödəyirəm. İştirak haqqını ödəyirəm, keçirəm. Mən demək istəyirəm, bir müqavilə imzalamışam. Beynəlxalq bir olimpiyada Azərbaycanda keçiriləcək yenə. Orada da valideyn üçün iştirak haqqı var, yəni mükafatlandırma mərasiminə girə bilməz. Çox məşhur olimpiyadadır. Orada valideyn ödənişsiz girə bilməz. Bu, bunun qaydasıdır. Bunu yəni bütün dünya universitetləri qəbul edir və təsdiq edir. Yəni şərti budur. Hər bir beynəlxalq yarışmanın olimpiyadının öz şərti və qaydaları var. Yəni biz də buna əməl etməliyik. Biz Qlobal Olimpiyat Sentri olaraq ümumiyyətlə valideynlərə seçim sunuruq. Məsələn, Tokyoya gedəcəyik ayında, Asiya İnternational Matematik Olimpiyadında qarşıdama gəlir. Biz heç kəsi məcbur eləməmişik. Cəmi neçə nəfər müraciət edən var əlbəttə? 31 nəfər müraciət edən var. O zaman belə iştirak ki, sosial vəziyyətli yarışda olmayan şagird, sağlamlı şagirdləri biz yenə də bir xeyr, sponsor gücünü aparırıq. Biz aparırıq. Məsələn, buradadır mı? O valideyn gəlib çağırır. Bizim, yəni biz göstərə bilərik, valideyn nömrəsini verərik, özünüz danışarsınız. Yox, bir şey fərq yoxdur. Sponsor gücünə, məsələn, biz Qlobal Olimpiyat Sentri olaraq yenidir. Biz öhdəyimizi götürürük ki, Azərbaycan şəhid və qazi ailələrini maliyyələşdiririk. Biletini də alırıq, iştirak haqqını ödürük, hər şeyini ödürük. Digər istedadlı balalarımız üçünsə nə edirik? Ya sponsor tapırıq, ya da beynəlxalq tədbirləri Azərbaycana gətiririk. Bax, bu il İONu gətirdik. Gələn il ikisini gətiririk Azərbaycana ki, uşaqlar, məsələn, biletə pulu çıxmasın, yeməyə, içməyə alır pulu çıxmasın. Qoy, bura cəmaat dünya ölkələri gəlsin, qoy, burada yarışsınlar. Biz bunu bu formada edə bilirik. Yəni, biz də özəl müəssisəyikdə, yəni bizim də bir maliyyələşən yerimiz var. Bizdə də güc lazımdır ki, biz onları bərpa edə bilək. Yəni, media nümayəndələri şükür o, biz açıq bir qurumda təşkilatlar. Biz açıq formada deyirik. Məsələn, qarşıdan 2 dənə böyük olimpiyadanın hörmətli valideynlər və izləyicilər, əziz balalar, 2 dənə böyük bir olimpiyadanın finalı Bakıda keçiriləcək və bunu bura gətirməklə məqsədimiz bir nömrəlik hədəfimiz Azərbaycanlı şagirdlər üçün burada şərait yaratmaqdır. Ki, o dediyiniz istedadlı babalar var, bizim də gücümüz çatmır, onlara köməkli, onları götürək aparıq özümüzdən xaricə. O uşaqlar da gəlib burada iştirak edib öz nailiyyətlərini göstərsinlər. Bir yöndən onlara dəstək bu formada olmağa çalışır. Təşəkkür ederim. Başqa sualı olan var mı? Sosial mediada bəlkə sualları olanlar ola bilər. Əgər varsa bildirin, mən sualları cavablandırım. Bir də bizim valideynlərdən burada iştirak edənlər var. Hörmətli media nümayəndələrimiz, valideynlərdən də dinləyə bilərsiniz. İstəyərdim ki, valideynlərə kim istəyirsə, yəni öz suallarını bildirsinlər və onların suallarını cavablandıraq. Yəni, sual varsa zəhmət olmasa verin, biz sizin suallarınızı ətraflı şəkildə cavablandırıq. Yəni, bir qayda olaraq bildirmək istəyirik ki, Qlobal Olimpiyat Sentri olaraq biz Azərbaycan şagirdlərin gələcəyinə bir növ yatırım edirik. Biz İONu Azərbaycanda keçirməyimizin məqsədi bir məqsədi var.
Siz görərsiniz ki, adətən bu cür tədbirləri dövlət qurumları ilə ən az dəstək olan, biz özəl müəssisə olaraq bir böyük olimpiyadanın bütün xərclərini qarşılamaq Bakıya gətiririksə, burada bir xeyir yoxdur, kommersiya yoxdur. Burada bir məqsəd var, Azərbaycanın şagirdlər qazansın. Onlar o finalı Bakıda görsünlər və o şagirdlər gəlib o 40 dənə ölkənin olan uşaqların yanında olub, onlar çox şey qazanacaqlar, inam qazanacaqlar. Qoy Nobel mükafatçısını görsünlər. Ondan bir kiçik iştirakçı sertifikatı alsınlar. Heç nə olmaz. Yəni o sonuçda o ona inam qazandıracaq və daha yüksək yerlərə gedəcək. Belədir. Buyurun. Mən Sami Cəbdəralov Qlobal Alimpiya Sentri sosial media mərkəzində sosial media üzərindən gələn bəzi suallar var. Bunları siz birbaşa öz adlarını qeyd edərək sizə ünvanlayacağım. Mənə Azərbaycan adlı izləyici qeyd edildiyi zaman digər ölkələrin statistikasını verə bilərsiniz. Məsələn, neçə ölkə iştirak etdiyi, yəni söhbət bir sayı. FİSO-dan gedirsə, mən bayaqlar ölkələrin siyasını dedim. Belə ki, Türkiyə, Qırğızistan, Qazaxıstan, Azərbaycan, Rusiya, Bolqarıstan, Kenya, Mozambik, Vietnam, Filippin, Laos, Tacikistan bu kimi ölkədə iştirak eləmişdi. İştirakçı sayısı edelim. Bolqaristandan 6 nəfər iştirak eləmişdi, Vietnamdan 12 nəfər iştirak edib, Qırğızistandan 23 nəfər iştirak edib, Özbəkistandan 5 nəfər iştirak edib, Türkiyədən 17 nəfər iştirak edib və digər. Məncə kifayət edir. Bir-iki bəzi suallar var. Cihangir Zəfər adlı izləyici soruşur. Salam, xarici Uniyə Universitetə təqaüdə qəbul üçün əsasən hansı sinifdən verilən ayrıca sertifikat üstünlüyü təşkil edir? Mən deyim, sonra bizim xarici təhsil ekspertimizdir. Biz bayaqlardan dedik, hansı sinifdən yox, məsələ sizin portfolyo yığmağınızda. Yəni, o portfolyonu yığana qədər, yəni müxtəlif siniflərdən. Məsələn, sizin əgər istedadınız, bilik və bacarığınız hər bir zamanda, mən bu günləri bilirsiniz ki, hal-hazırda beynəlxalq yarışma olimpiada keçirilən dövlət, bu dünya ölkələrində də 2 hissəyə bölünür. Bir hissə deyir ki, ibtidai sinifdən olmalıdır, bir hissə deyir ki, yox, 5-ci sinifdən yuxarı olmalıdır. Mən ibtidai sinifdən olanlar deyənə siyasındayam. Bunun da əsas argumentim var. Çünki bir təhsil aşağı siniflərdən başlayır və o aşağı sinifə uyğun olaraq da müəyyən materiallar hazırlanır. Bunun məntiqi gücünü daha çox artırılması mövzusunda və ya da onun məntiqi təfəkkürünü artırılması, analitik qabiliyyətin yüksəldilməsi mövzusunda bu kimi şeylər var. Mənim şəxsi və zənnimcə hörmətli bizim iştirakçı, yəni kiçik yaşlardan başlamaq daha yaxşıdır. Amma seçim yerində siz özünüzü nə zaman hazır hiss edirsinizsə o vaxt. Amma xaricdə təhsil üçünüzsə məsələn nə zaman məsləhət görərsiniz? Əslində xəyal və sualın tam cavablandıqda, amma onu qeyd eləmək istəyirəm ki, yenə də dediyim kimi, valideynlərdə, şagirdlərdə belə bir yanlış anlaşılma var ki, mən olimpiadada iştirak edirəmsə təqaüd qazanacağam. Təqaüd üçün eləmir, bunu özünüz şəxsi inkişafınız üçün edir. Yəni, tək olimpiada nəticəniz sizin hansısa təqaüd qazanmağınıza zəmanət vermir. Sizin yaxşı imtahan nəticəniz olmalıdır, yaxşı sosial aktivliyiniz olmalıdır. Məsələn, könüllülük proqramlarında iştirak etmək, yay tətillərində staj yapmaq, bunlar daha önəmli faktorlardan biridir. Paralelində də yanında olimpiada nəticəsi ola bilər, musiqi aleti ola bilər, idman yarışmaları ola bilər. Yəni, bunlarda sırf bir yerə fokuslanmaq olmaz. Mən bunu təqaüd üçün etməyim. Yəni, təqaüd üçün olimpiyadaya hazırlaşmanın bir mənasını görürüm. Bəli, yəni öz şəxsi inkişafınız üçün eləyin ki, təqaüddə sizi gəlib tapacaq. Könüllülük proqramları, məsələn, bizdə Qlobal Sentrada könüllü var. Bir nümunə gətireyim. Gərək burada olaydı, yəni ki, biz mükafatlandırma bütün media nümayəndələri yolda iştirak edəcək. Azərbaycan Milli Komandasında 10-cu sinifdə oxuyan üzvü var, bankda işləyir. İndi bankın adını deməyək, bankda işləyir, stajyor kimi işləyir, möhtəşəmdir. Yəni 10-cu sinifdə oxuyur. İqtisadiyyatı mən deyərdim ki, çox əla bilir, xaricdən təhsil alır, biz də onun üzərində çalışırıq və o məqsədi onun ən yaxşı universitetdə oxumaq ki, o qızımızı inanırıq ki, gəlməyəmizə biləcək. Bir məsələni də nəzərdə tutdum. Məsəl üçün, beynəlxalq könüllülük proqramlarına qoşulmaq üçün Azərbaycanda keçirilən Formula 1 yarışlarını tövsiyə edirəm. COP29 oldu bizdə, onun da çox böyük əhəmiyyəti. İndi MDB oyunları həyata keçirilir, idman yarışları, yəni Gənclər İdman Nazirliyi, digər dövlət qurumlarımız tərəfindən keçirilən beynəlxalq tədbirlərdə könüllü kimi iştirak eləmək və ümumiyyətlə, yəni könüllü fəaliyyəti olaraq iştirak eləmək çox yaxşıdır və sizin şəxsi portfolyonuzu yığmanız baxımında böyük üstünlüklər əldə edə bilərsiniz. Staj məsələlərinə çox böyük önəm verə bilərlər. Şagirdlərin qəbullarına ən böyük təsir edən meyarlardan biri oldu. Təbii ki, ilk növbədə imtahan nəticələriniz yüksək nəticə olmalıdır. İmtahan nəticəniz yoxdursa və ya zəifdirsə, siz olimpiadadan 100 dənə sertifikat yığan, 5 idman növünə məşğul olun, 6-7 musiqi ələtində edin, bununla heç bir nəticə əldə edilmək olmaz. Bunlar yanından dəstək edən məsələlərdir.
Yəni, bir daha yenə deyirik ki, hörmətli bizim izləyicilər və valideynlər, əsas məsələ sizin övladlarınızın qəbul zamanı akademik nəticələridir. Yəni, bu ACT-də, IELTS-də, TOEFL-da bu imtahanları verir və yanında da onu möhkəmləndirən hadisələr olmalıdır. Bəli, birbaşa qəbul verən universitetlər də var. Məsələn, Şahin Universiteti birbaşa qəbul verir. Rice Universiteti, məsələn, indi keçirir, 10% diskount verir USA Olimpiyada. Bu kimi faktorlar da var. Amma bu faktorlar sizin müəyyən mərhələlərdən keçirsə də, hökmən sizin baxır ki, məsələn, deyək ki, foundation oxuma məsələsi var, deyək ki, məsələn, bu itirməmək məqsədini. Hökmən bir IELTS-inə baxar, yəni normaldır mı IELTS-iniz, SAT balınız normaldır. Bunlar hamısı üstündə toplananda hər şey sizin üçün ən yaxşı olmalıdır. Başqa? Son bir sual istəyirəm. Bugün sizə bəlkə artıq sadəcə qısa formada bunun haqqında deyirsiniz. Mikail və Altreti adlı izləyici soruşur. Salam, sizin təşkil etdiyiniz yarışların hansı gələcəkdə universitet qəbulunda rol ola bilər, zəhmət olmasa deyə bilərsiniz? Mən bayaq da qeyd edirəm. Beynəlxalq yarışmalar, müsabiqələr və olimpiyadalar, bunlar hamısı fərqli şeydir. Bunların hər birinin bir əhəmiyyəti var və hər birində iştirak edilmək sizə uğur qazandırır. Bu sizin portfolyonuzu gücləndirir və nailiyyətini əldə edir. Birbaşa olaraq universitetlərə bağlı olan bizim beynəlxalq olimpiyadalarımız var. Məsələn, Copernicus Olimpiyadası var, USA var, eyni zamanda TIMO var, Brankas var. Yəni, bunlar birbaşa olaraq bunlarla bağlıdır. Və yaxud da ki, dolayısıyla yolda bir növ daha üstünlük, məsələn, FISO kimi beynəlxalq yarışmada üstünlük qazandırır, sizin portfolyonuzu genişləndirir. Yəni, bütün yarışmalar bilik və gücünüzü, məsələn, yalnız IMAS, International Matematik Olimpiyat, ən çətin, demək olar ki, ən çətin, ən qəliz və Asiyanın bütün universitetləri tərəfindən qəbul olunan tanınır. Məsələn, keçən illəri Ünal buradadır mı? Görmüşdüm var. Məsələn, Ünal keçən illəri Koreyadaydı da, doğru. Koreyada və IMA iştirakçısıdır. Ən azı 10 dənə tanınmış universitetin rektoru oradaydı ki, onun mükafatına mərasimi gəlmişdir. Onlar hamısı onu tanıyır, o olimpiyadanı. Yəni, bu kimi nüanslar çoxdur. Bu nüanslar çoxdur, biz çəkə bilərik sizə. Yəni, hər bir halda bu orkestrin fəaliyyəti bundan ibarət olur ki, şagirdlərə motivasiya verir. Ümumiyyətlə, bizim illi fəaliyyətlərimiz belə ərsəyə gəlir, uşaqlara müəyyən qədər onların özünə inam güvəndir, qazandırma, yəni birdən-birə kəsb atmasa, birbaşa çətin imtahan verməklə, çətin olimpiad və beynəlxalq yarışmalardan qabağa çıxarsa, onlar sınar, küsüb gedərlər. Amma biz belə veririk ki, orta veririk, orta asan, çətin orta, bu qaydalar gözlənilməklə uşaqları bir-bir hazırlayır. Belə. Başqa sual var mı? Mən suallarımı da deyik. Qalan suallar xanıma bir suallar olaraq. Belə, suallarınız yoxdur. Təşəkkür edirik sizlərə, hörmətli valideynlər, hörmətli izləyicilər və dəyərli media nümayəndələr. Qlobal Sentr olaraq sizin gəldiyinizə görə təşəkkür edirik. Bilirik ki, biz həmişə Azərbaycan şagirdlərinin gələcəyi uğrunda çalışacağıq və çalışmağa da davam edəcəyik. Qaldı ki, digər məsələlər isə hüquq müstəvidə artıq bu məsələləri araşdıracaq və qərarlar qəbul edəcək. Təşəkkür edirəm.